Hər vaxtınız xeyir əziz izləyicilər. Qəzetimizin 5 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 12 səhifədən ibarətdir. İlk səhifəmizdə isə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclasları keçirilib başlığı ilə yazı dərc edilib. Aprelin 4-də Bakıda Gülüstan Sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Tədbirin tam mətni ilə tanış olmaq üçün qəzetimizin 1-ci, 2-ci və 3-cü səhifələrinə nəzər yetirə bilərsiniz. Prezident İlham Əliyev Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirini qəbul edib. Başlıqlı yazı isə 3-cü səhifəmizdə yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarı qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu da qeyd edildi. 4-cü səhifəmizdə dərc olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərinin 3-cü iclasları plenar sessiyalarla davam edilib. Başlıqlı məqalədə qeyd olunur ki, aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərinin 3-cü iclasları, Nazirlər sessiyası, Cənub Qaz Dəhlizi sessiyası, Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar və yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri üzrə 3-cü plenar sessiya ilə davam edib. Avrasiyada ən böyük infrastruktur layihələrindən biri. Cənub Qaz Dəhlizindən yaşıl enerji hədəflərinə Azərbaycan enerji sahəsində yeni dövrə qədəm qoyur. Başlıqlı yazılar isə 5-ci səhifəmizdə dərc edilib. Sözgedən ikinci yazımızda bildirilir ki, xüsusi vurğulanmalıdır ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaq görən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi möhkəmlənməsinə şərait yaradıb. 6-cı səhifəmizdə Vətən, torpaq uğrunda rəşadət, tarixi zəfərə aparan qələbə əzmi başlığı ilə olduqca maraqlı bir yazı yer alıb. Tarixə 4 günlük müharibə kimi yazılan aprel döyüşləri Azərbaycan xalqının qələbə istəyinə bir tərpəniş, oyanış gətirdi. Bugünü böyük səbirsizliklə gözləyən xalq dövlətin düzgün siyasi xəttinə dəstək verməklə yanaşı ümummilli mübarizə nümayiş etdirdi. Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin lokomotivi, hərəkət verici qüvvəsi oldu. Şişirdilmiş yalan təqdimatlarla güclü ordu düşüncəsi formalaşdırmış Ermənistan dövləti qarşılaşdığı həmlədən sanki müvazinətini itirdi. Azərbaycan ordusu qısa zaman kəsiyində düşmənin silahlı qüvvələrinə sarsıdıcı zərbələr vuraraq bir neçə mühüm strateji mövqeləri işğaldan azad etdi. 7-ci səhifəmizdə yer alan yazıların isə başlıqlarını sizə təqdim edirik. Parlamentin komitə iclasında müzakirəyə çıxarılan 3 qanun layihəsi plenar iclasa tövsiyə edilib. Belqrad Müdafiə Universitetinin nümayəndələri xüsusi təyinatlı təhsil müəssisələrində olublar. David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina bastırmasını etiraf edib. 8-ci səhifəmiz isə Torpağı Vətən, Vətəni bütöv edənlər başlığı ilə şəhidlərimizlə bağlı yazılara həsr edilib. Bu yazılardan biri Əzərüddin Qəhrəmanoğlu başlığı ilə verilib. Aprel döyüşləri zamanı şəhidlərimiz də oldu. Astaranın Əzərüd kəndində böyüyüb boya başa çatmış. Xüsusi təyinatlı qüvvələrin giziri Pəncəli Teymurov, Tərtər istiqamətində gedən döyüşlərdə hərbçi dostları Murad Mirzəyev, Sami Dimanov və Muhud Orucovla birgə son damla qanına qədər vuruşdular. Talış yüksəkliyinin alınmasında igidlik, şücaət göstərdilər. Pəncəli aprel ayının 3-də gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Aprelin 11-də isə böyük izdihamla doğma Əzərüd kəndində torpağa tapşırıldı. Hadisələr kontekstinə həsr olunmuş yazılar isə 9-cu səhifəmizdə yer alıb. Sülhə xidmət etməyən addımlara son qoyulmalıdır başlıqlı yazımızda. Bu günlərdə Fransanın Avropa və Xarici İşlər Naziri Jean-Noël Barronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməni əsilli şəxslərin məhkəmə işi ilə bağlı reallığı əks etdirməyən fikirlər səsləndirib deyilir. Rəsmi Bakının bu iddialara cavabı özünü çox gözlətməyib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Jean Noel Baronun açıqlamalarını şərh edərək bildirib ki, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınması və bunun yeni şərt kimi təqdim edilməsi qəbul edilməzdir. 10-cu səhifəmizdə günün siyasi nəbzi tutulub. Bu səhifədə Makronun xarici siyasət ziddiyyətləri, bir gün müharibə şahini, bir gündə süd göyərçini, qərəzli addımlar haqq işimizə kölgə sala bilməz, hayların mina oyunlarının ifşası üçün beynəlxalq iradə zəruridir. Son olaraqsa Fransada qurulan müasir inkvizisiya məhkəmələri başlıqları ilə yazılar dərc edilib. Sözgedən son yazımızda bildirilir ki, Le Penin seçkilərdə güclü favorit olduğu bir vaxtda məhkəmə prosesi qəfil sürətlənib və hökm dərhal icraya yönəldilib. Sözsüz ki, belə bir hadisə başqa ölkədə baş versəydi, Fransa hökuməti dərhal avtoritarizm və seçki ədalətsizliyi haqqında bəyanatlar verərdi. Demokratiyanın və ədalətin sıxışdırılması tarixin ən qaranlıq dövrlərini, inkvizisiya məhkəmələrini xatırladır. Orta əsrlərdə hüquq və ədalət yalnız hakimiyyətin istəklərinə xidmət edən vasitəyə çevrilmişdi. Musiqi ilə ölümə meydan oxuyan bəstəkar. Asəf Zeynallı haqqında olan bu yazımızsa 11-ci səhifəmizdə yerləşdirilib. 1909-cu il aprelin 5-də qədim Dərbənd şəhərində dünyaya göz açan Asəf Zeynallı da tanınmış şəxsiyyətlərdən idi. Tarix və mədəniyyət baxımından zəngin olan Dərbənd şəhərində həyata ilk addımlarını atan Asəf Zeynallı cəmi 23 illik qısa, amma mənalı ömründə zamanın sərhədlərini sehirli notlarla ecazkar əsərləri ilə aşmağı bacarmışdı. Son səhifəmizdəki Bir də belə tanıyaq rubrikasında isə Yaşar Nuri və Yosif Kabzon haqqında məlumatlar dərc olunub. Həmçinin qəzetimizin son səhifəsi hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.